Allahın iradəsi bizim həyatımızda çox vacibdir. İndi İsrail xalqına nəzər salaq. Yeşuan dövründə 9-cu fəsildə bu haqda yazılır. Yeşua İsrail xalqı ilə birlikdə vəd olmuş torpağa gedir, Çanan torpağına. Allah o vəd olmuş torpağı onlara verəcəkdi, daha doğrusu verdi. Givyon əhalisi var idi. Xalqın artıq İsrail xalqının onlara yaxınlaşdığını görürdü və bilirdi ki, onların yaşadığı torpağı Allah İsraillərə verəcək. Və Givyonlular çox belə hiləgər bir addım atdılar. Özlərini uzaqdan gəlmiş kimi göstərdilər. Hilə işlətdilər İsrail xalqı üçün. Onlar köynə paltar giyindilər, köynə çörəklər götürdülər və bu cür addım atdılar ki, İsraillərlə sülh bağlasınlar. Və gəlirlər, yaxınlaşırlar Yeşuan dövründə ağsaqqalların qarşısına və deyirlər ki, biz uzaqdan gəlmişik, siz Allahın xalqısınız, bilirik ki, siz bu torpaqları alacaqsınız, bizimlə əhd bağlayın ki, bizimlə işimiz olmayacaq. Burada, bu yerdə bu sözlər yazılıb. Onlar razılaşırlar, onlarla əhd bağlayırlar, Givyonlularla. Amma bu sözlər yazırlar, İsraililər Allahla məsləhətləşmədilər. İsrail xalqı bundan 3 gün sonra xəbər tutur. Sən demə, bunların qonşuları da heç uzaqdan gəlməyib. Bir maska taxıb gəliblər, belə deyək. Düşünün, Givyonlular bütpərəst xalqı idi. Bunların bu səhv addımı bütpərəstlər Allahın xalqı ilə birlikdə yaşaması oldu. Və daima Allaha qarşı büdrədilər, çünki bütlərə əyildilər. Givyonlular Aşer bütünə və Bal bütünə səcdə qılırdılar. Və bunlar, İsraillər bilmirdilər ki, onların Allahsız verdiyi qərar onların büdrəməsinə səbəb olacaq. Və İsraillər büdrədilər, Allah onları cəzalandırdı.